bu cədvəldə təvəllüdünüzün qarşısındakı uyğun rəqəm sizin tali rəqəminizdir. Beləliklə başladıq. Tali rəqəmi 1 olanlar. Ehtiraslı və yaradıcısınız. Bu say özünü ifadə etmə gücünü və ictimai həyatda müvəffəqiyyətin simvoludur. İstiqanlı, dinamik və yaradıcıdır. Çətinliklərə qarşı durmaq üçün müvafiq enerjiyə sahibdir. Ehtiraslısınız, ideallarınız var. İnsanlar üzərində suveren olmaq sizin üçün heç də çətin deyil. Prinsiplərinizdə güzəştə getmirsiniz. Romantik cəhətdən qeyri-adi və sevgi dolusunuz. Eşqdə sədaqət və bağlılıq axtarırsınız. Tali rəqəmi 2 olanlar. Romantik və hüzur düşünürsünüz. Həssas və romantik bir quruluşunuz var. Güc nümayişlərinə və mərhəmətsiz tənqidlərə dözə bilmirsiniz. Tarazlığınız ailədə tapdığınız dincliyə bağlıdır. Dinclikdən xoşbəxt ola bilərsiniz. Bir qərar qəbul etdikdə uzun bir müddət görəsən düz etdim deyə düşünməkdən xilas ola bilmirsiniz. Romantik baxımından tək qalmaq sizin üçün ən böyük cəzadır. Şəfqət və sevilməyə olan ehtiyacınız sizi hər zaman uyğun biri ilə olmağa vadar edir. Tali rəqəmi 3 olanlar. Mediatik və başdan çıxarıcısınız. Surətli, dinamik və maraqlı bir quruluşunuz var. Hərəkətli bir ictimai həyat sizin üçün əvəz olunmazdır. Qəlibləşmiş qanunlar və sərt qaydalardan heç xoşlanmırsınız. İçində olduğunuz vəziyyəti öz lehinizə döndərməkdə rəqibiniz yoxdur. Dostcanlı birisiniz. Getdiyiniz hər mühitdə insanlarla ünsiyyət qura və əsla tək qala bilmirsiniz. Romantik cəhətdən insanların ağlına başdan çıxara bilərsiniz. Tali rəqəmi 4 olanlar. Səbirli və çalışqansınız. Məsuliyyət və tarazlıq sizi təyin etmək üçün istifadə edilən ən doğru iki xüsusiyyətdir. Ciddiliyiniz və ağırbaşlılıqla tanınırsınız. İş, əzm və səbir üzərinə qurulan bir dünyada yaşamaq sizi xoşbəxt edir. Ən yaxşı dostunuz zamandır. Ümumiyyətlə, ətrafınızdakılar tərəfindən bəyənilən və təqdir edilən bir insansınız. Boş sözlər və vədlərə inanmırsınız. Davamlı münasibətləri üstün bilirsiniz. Evlilik üçün ideal bir tipsiniz. Tali rəqəmi 5 olanlar. Cəsur və müstəqilsiniz. Həyatınız təcrübələr və qazanclar üzərində quruludur. Ehtiraslısınız və daxili səsinizin səsinə tez-tez qulaq verərək insanları tanıya bilirsiniz. Müstəqilliyinizə meyilli, təzyiqlərə və məcbur edilməyə heç vaxt tab gətirə bilməzsiniz. Cəsarətlisiniz. Gözünüzü çox az şey qorxudur. Ticarət, incəsənət, media və təhsil sahələrində çox müvəffəqiyyətli ola bilərsiniz. Romantik cəhətdən gəlged əlaqələr sizin quruluşunuza uyğun gəlməz. Tali rəqəmi 6 olanlar. Sevimli, romantik və etibarlısınız. İnsanları çox sevirsiniz, lakin özünüzdən başqasına güvənməməyin daha doğru olduğunu düşünürsünüz. Ədalətsizliyə dözə bilmirsiniz. Hissləriniz və 6-cı hissiniz çox inkişaf edib. Gözəlliyə qeydsiz qala bilmirsiniz və sizə uyğun birini axtarırsınız. Mükəmməlliyin arxasınca qaça bilərsiniz. Romantik və həssassınız. Sizə ehtiyacı olduğunu hiss etdiyiniz birinin qarşısında dərhal yelkənləri suya indirirsiniz. Güvəniləcək bir insansınız. Tali rəqəmi 7 olanlar. Müstəqil və ehtiraslısınız. Son dərəcə ehtiraslısınız. Ətrafınıza əsrarəngiz enerji yayırsınız. Bu da insanları sizə tərəf çəkir. Həddindən artıq olan müstəqillik düşkünlüyünüzə görə tək də qala bilərsiniz. Düşüncələrinizi həyata keçirmək üçün başqalarına da ehtiyacınızın olduğunu çox vaxt nəzərə almırsınız. Romantika cəhətdən seçicisiniz. Bir adama bağlanana qədər saysız münasibət qura bilərsiniz. Macəraçısınız və siz ancaq ehtiraslı biri ilə xoşbəxt ola bilərsiniz. Tali rəqəmi 8 olanlar. Cürətkar və intizamlısınız. Yaxşı və pis arasında bir tarazlıq tutturmaq lazım olduğuna inanırsınız və bunun üçün də çalışırsınız. Pulun gücünə inanırsınız və orta şeylər əsla sizi maraqlandırmaz. İntizamlı və mütəşəkkil bir şəkildə çalışırsınız. Tam olaraq avtoritar olmamaqla birlikdə tənqidləri çox da asan şəkildə qəbul edə bilmirsiniz. Bu vəziyyətdə incidici bir insan olursunuz.
tez ünsiyyət qura bilirsiniz. Duyğularınızı açıqca ifadə edirsiniz. O anda qısqanc və sevimli olursunuz. Tale rəqəmi 9 olanlar. Gözəllik və hüzur düşkünüsünüz. Həssas və seçici bir xarakteriniz var. Sizə qarşı olanlara və haqsız tənqidlərə dözə bilmirsiniz. Hüzurunuz ailədəki dincliyə bağlıdır. Sakitlikdən xoşbəxt ola bilirsiniz. Bir qərar qəbul etdikdə uzun bir müddət görəsən düz etdim deyə düşünməkdən xilas ola bilmirsiniz. Romantik baxımından tək qalmaq sizin üçün ən böyük cəzalardan biridir. Şəfqət və sevilməyə olan ehtiyacınız sizə hər zaman sizə uyğun birinə yönləndirir.